Salam, bu günləri 3 yarımkürədə və 2 işıqlama qurşağında yerləşən ölkələr haqqında qısa məlumat verəcəyik. Burada ekvator xətti verilmişdir və ekvator xəttinin kəsdiyi ölkələri biz 3 yarımkürədə yerləşən ölkələrə aid edirik. 1-də Ekvador, 2-də Kolumbiya, fikir versək Venesuelanı kəsmir. Sonra Braziliya, 3 rəqəmlə Braziliya qeyd olunub. Daha sonra 4 rəqəmlə São Tomé e Príncipe, 5 rəqəmi ilə Qabon ölkəsi, 6 rəqəmi ilə Konqo, 7 ilə Konqo Demokratik Respublikası, 8-də Uqanda, 9-da Kenya, 10-da isə Somali ölkəsi qeyd olunmuşdur ki, 3 yarımkürədə yerləşən ölkələrdir. Bir də bu da Maldiv adalarıdır ki, ekvator kəsir və Maldiv ölkəsi də 3 yarımkürədə yerləşir. Daha sonra İndoneziya və burada Kiribati ölkəsidir ki, hətta deyə bilərik ki, Kiribatini 180 dərəcəlik meridian kəsdiyi üçün Kiribati 4 yarımkürədə yerləşən yeganə ölkədir. Ekvator kəsən ölkələri qeyd etdik. Növbəti Qirvenç xətti kəsən ölkələrə baxaq. Yəni ekvator kəsdiyi ölkələr 3 yarımkürədə yerləşdiyi kimi Qirvencin də kəsdiyi ölkələr də 3 yarımkürədə yerləşir. İngiltərə, yəni Böyük Britaniyadır. Daha sonra Fransa, İspaniya, Əlcəzair, Mali, Burkina Faso, Qana və Togo ölkələrdir ki, 3 yarımkürədə yerləşir. Çünki Qirvenç meridianı kəsir. 180 dərəcəlik meridianı bayaq qeyd etdik. Kiribati ölkəsi idi. O da ki, 180 dərəcəlik meridian həm Rusiyanı kəsir, həm də Kiribatini kəsir. Daha sonra şimal yarımkürədə 3 yarımkürədə yerləşən ölkələri qeyd etdik və indi isə 2 işıqlanma qurşağında yerləşən ölkələri qeyd edək. Ölkənin 2 işıqlanma qurşağında yerləşməsi üçün onu ya qütb dairələri ya da ki tropik xətti kəsməlidir. Burada isə Şimal qütb dairəsinin kəsdiyi ölkələr verilmişdir. Burada Kanadanı, ABŞ-ı, daha sonra Norveç, İsveç, Finlandiya, Rusiyanı qeyd edə bilərik ki, həmi qütb işıqlanma qurşağında, həm də mülayim işıqlanma qurşağında yerləşir. ABŞ Havay adaların tropik xətti kəsdiyi üçün hətta ABŞ-ı 3 işıqlanma qurşağında qeyd edirik. ABŞ üstdür, yerdə qalanlar isə 2 işıqlanma qurşağında yerləşir. Çünki ABŞ-da dedik ki, Havay adaları şimal tropik xətti kəsir. Daha sonra biz dedik ki, ölkənin 2 işıqlanma qurşağında yerləşməsi üçün ya qütb dairəsi ya da tropik xətti kəsməlidir. Qütb dairəsi kəsən ölkələr dedik, şimal qütb dairəsini kəsdiyi ölkə, cənub qütb dairəsini kəsdiyi ölkələr qeyd etmədik, çünki cənub qütb dairəsini kəsdiyi ölkə yoxdur. Antarktida materikini kəsir, o da ki, Antarktida materiki heç bir ölkəyə aid deyil. İndi tropik xətti kəsən ölkələrə baxaq, görək hansı ölkə tropik xətti kəsib və o 2 işıqlanma qurşağında yerləşir. Başlayaq Meksikadan. Meksika, Mavritaniya, Mali, Əlcəzair, Niger, Liviya, Misir, Səudiyyə Ərəbistanıdır, Birləşmiş Ərəb Əmirlikləri, Omandır, 11-də Hindistan, 12 ilə Banqladeş, 13 ilə Maynama, 14 ilə Çin dövləti verilmişdir ki, şimal tropik xətti kəsən ölkələr sırasında. Burada ASEAN ölkələrdə, yəni ASEAN təşkilatına daxil olan ölkədə yeganə
Maynama ölkəsidir ki, şimal tropik xətti kəsir. Burada heç bir ölkəni kəsmir. Yalnız Cənub-Şərqi Asiya regionunda Maynamanı kəsir. Daha sonra e, Cənub tropik xətti kəsən ölkələrə gəldikdə isə Çili, Argentina, Paragvay, Braziliya bu Cənubi Amerikada yerləşən ölkələrdir ki, iki işıqlanma qurşağında yerləşir. Afrikada isə Namibiya, Cənubi Afrika Respublikası, Botswana 7 rəqəmlə verilmişdir. Mozambik və Madagaskar adasıdır ki, Madagaskar ölkəsidir ki, Cənub tropik xətti kəsən ölkədir ki, bunlar da iki işıqlanma qurşağında yerləşir. Və Avstraliya materiki və yaxud da Avstraliya ölkəsini qeyd edə bilərik ki, Cənub tropik xətti kəsir və iki işıqlanma qurşağında yerləşir. Burada bayaq dediyim kimi qeyd etmişəm, ABŞ-da Havay adalarını kəsdiyi üçün ABŞ 3 işıqlanma qurşağında yerləşir. Burada qeydimiz var. Rusiyadır. Rusiya, Əlcəzair, Mali ölkələri və Braziliya ölkələridir ki, həmin 3 yarımkürədə həm də iki işıqlanma qurşağında yerləşən ölkələrdir. Rusiya 180 dərəcə meridian və 180 dərəcə meridian kəsdiyi üçün 3 yarımkürə və şimal qütb dairəsi kəsdiyi üçün iki işıqlanma qurşağında yerləşir. Əlcəzair və Mali isə Qrinviç xətti kəsdiyi üçün 3 yarımkürə, şimal tropik xətti kəsdiyi üçün 2 işıqlanma qurşağında yerləşir. Braziliya isə belə deyək, ekvator xətti kəsir 3 yarımkürə, cənub tropik xətti kəsir 2 işıqlanma qurşağında yerləşir. Braziliya həm ekvator, həm də belə deyək, tropik xəttinin kəsdiyi yeganə ölkədir. ABŞ isə 3 yarımkürə, 3 işıqlanma qurşağında yerləşir. Bayaq dediyimiz kimi Havay adalarının tropik kəsdiyi üçün tropik işıqlanma qurşağı və mülayim işıqlanma qurşağı və şimal qütb dairəsi ABŞ kəsdiyi üçün qütb işıqlanma qurşağı götürərik. Yəni 3 işıqlanma qurşağı. Necə olur 3 yarımkürədə yerləşir ABŞ? Bildik ki, şimalda yerləşir, qərbdə yerləşir, şimal, Qrinvicə nəzərən qərb, daha sonra 180 dərəcə meridian burada Aleut adalarını kəsdiyi üçün həm də şərq yarımkürəsində yerləşir. ABŞ şimal, şərq və qərb yarımkürəsində yerləşir. Həm 3 yarımkürə, 3 işıqlanma qurşağında yerləşən ölkədir. Belə deyək, yeganə ölkədir. Kiribati ölkəsi haqqında bayaq dedim. Həm 180 dərəcə meridian kəsdiyi üçün, həmçinin ekvator xətti kəsdiyi üçün Kiribati ölkəsi də yeganə ölkədir ki, 4 yarımkürədə yerləşir. İzlədiyiniz üçün təşəkkürlər.